İşlərinizi sağlam şəkildə görün. Əməllərinizi sağlam şəkildə edin. İbadətlərinizi sağlam şəkildə edin. Onu Allahın zikri ilə bəzəyin. Əməllərin Allahın qatına ucalmasından dolayı, daha doğrusu duaların Allahın qatına ucalmasından dolayı qula dayanmadan edilməsi gerəkən salih əməllər lazımdır. Salih əməllər etməli ki, dayanmadan. Onun duaları aləmlər Rəbbi olan Allahın huzuruna, qatına qalxsın. Allah Subhanahu taalanın tövfiq etməsi ilə bəzi xeyirlərə yönələr, müvəffəq etməsi ilə də o xeyirləri başa vurar. Bu xeyirdən əldə etmiş olduğumuz nədir? Bu xeyirdən əldə etmiş olduğumuz uca Allahın rızasıdır. Subhanahu və Teala, yoxsa kibirdir. Bu əməldən, ibadətdən əldə etdiyimiz nədir? Allah'a yaxınlaşdıran bir qəlbin sahibi olmaqdır, yoxsa Allah'tan uzaqlaşdıran bir dilin sahibi olmaq. Demək ki, Allah Subhanahu taala sənə əməlləri işləməyi nəsib eləyir. Sonrasını sənə buraxır. Və bu əsnada şeytan girişir. Və həmən o tovlayan şeytan səni əməllərinin və dayanmadan etmiş olduğun xeyirlərin çoxluğu ilə tovlayır əslində. Sən qılmış olduğun gecə namazlarını lehinə yox da əleyhinə çöndərirsən. Qılmış olduğun gecə namazları səbəbilə şeytan sənə yaxınlaşır. Sən xeyir yolunda irələdiyin halda şeytan o yoldan səni tovlayır. Sənə həmən yolda olduğunu göstərir, lakin onun dediklərini edirsən. Nə edirsən? Üstünlük bəhsinə girirsən. Yəni o ibadəti etməyən qardaşlarından üstün olduğunu zənn edirsən. Belə hallardan aləmlərin Rəbbi olan Allah'a sığınmaq lazımdır.